Ya Allah, əziz dostlar, Bilecəri qəsəbəsində 3 otaqlı evimiz satışa çıxarılıb. Buyurun, gəlin yaxından. Geçsən, keçsən. Ya Allah. Bura qaraj hissəsidir, kral. Bura evin alt hissəsi, qaraj hissəsidir. Biraz zəhmət olmasa Kərbəla, yaxından bir dənə göstər. Birimiz bataqda qara. Düzdür, maşın yerləşməsə də, amma hündür də, yeni qaraj. Yaxından otaqlarla da tanış olaraq evimizin ilə. Bu da evin zal hissəsidir. Kərbəla, yaxından bir dənə zəhmət olmasa. Bura qonaq otağı, ha? Bəli, zaldır. Həmiz bir dənə buranı addımlayayım mən. 1, 2, 4, 6, 7 metr. 20, beləsi də rahat 4, 28-20 metr kvadratdır var. Qonaq otağı. Bura mətbəxdir, evin mətbəx hissəsidir. Genişdir. Burada tam işıqlıdır. Bəli. Qəşəng. Kərbəla, bura. Bir də biz burada yataq otağıdır bura. Siz də burada tural. Bir də burada bizim izləyicilərə bir şey deyək ki, biz video çəkəndə videonu da artıq uzatmırıq. Necə təbii formasında görsənir otaqlar. Məsələn, indi bəzi uşaqlar videonu da artıq uzatırlar, çox böyük görsənir. Amma bizə çəkiliş necədirsə, necə görürsə, evin razmeri o qaydada da yerində dayanır. Bu pəncərəsi işıqlı var, yataq otağıdır. Bəli. Yaxınlaşaq, sanucayı göstərək. Çox gözəl. Əziz dostlar, bu evin qiyməti 75.000 manatdır. İnşallah real alıcıya İnşallah düzə indirim olunacaq. Kimə maraqlı olsa, yaxınlaşıb bizdən gəlib bu evə baxa bilər. Bir də əziz dostlar, sizlərdən xahiş edirik ki, səhifəmizi bəyənəsiniz, rəy yazasınız. İnşallah növbəti evlərimiz, növbəti obyektlərimiz sizə uyğun olarsa, görə qarşınıza çıxsın. Allah hər birinizdən razı olsun. Alana da, satana da Allah xeyir versin. Amin. Allah xeyir versin. Çox qəşəng yerdir bura. Buradan həyət hissəsində göstər. Üstü paketdir. Fundament, kəmər. Bunlar mütləq var. Suyu, qaz işığı, kanalizasiya, hamısı var. Bu da evin çöl hissəsini görmüşsünüz. Bax, belə bir. Üstü də paketdir evin. 75.000 manat. İnşallah ki, real alıcıya indirimlər olunacaq.